Video hazırdır, süperdir, əladır. Hər tərəfdən göstərirəm. Amma yaxşı baxsaq, burada elə demək olar işin 50% düzəlib. Bəzən olur ki, işıq altında batığın böyük hissəsini gizlədirlər. Görürsünüz, yaxından tutanda heç nə görsənmir. Amma uzaqdan görsənəndə, işıq uzaqdan qoyanda bütün zirzibillər görsənir. Bəzən reklamlarda görürəm, ona görə. Bunun sonucunu sizə göstərəcəm. Sonunda final videosunu göstərəcəm. Bu da işin nəticəsi. Nəticə ilə sizə tanış edirəm. Deməli, burada bir dənə çapığın izi qalıb. Hadi bura. İndi onu polirovkaya apararam. Bu videonu çəkməkdə məqsədim odur ki, ikinci çəkdiyim videoda cəmsi 1 saat vaxt getmişdi. Yaxşı görsənirdi. Amma bu nəticəni almaq üçün təqribən mənim 5 saatdan çox vaxtım gedib. Təsəvvür edirsiniz, 1 saatı o vəziyyətə salıram, 5 saat ondan sonra işləyirəm.